Salam müəllimlər, xoş gördük hər birinizi. Bugünkü mövzumuz məntiq xətaları olacaq. Məntiq xətaları nədir? Ümumiyyətlə biz sizinlə məntiqi təfəkkürlə tanış olmuşduq. Məntiqi təfəkkürü nədir? Şagirdlərdə necə formalaşdırırıq? Özündə nələri əks etdirir? Bunları qeyd etmişdik. Deyirdik məntiqi təfəkkür səbəb-nəticə əlaqəsinin tapılmasıdır, problemin sadə həll yoludur, faktlar əsasında mühakimə yürütmə və əsaslandırmadır, prosesin başlanğıcını və sonunu müəyyənləşdirməsidir. Təbii ki, məntiqi təfəkkür zamanı məntiq xətaları da baş verir. Yəni məntiq xətası odur ki, biz fikirlərimizi, arqumentlərimizi söyləyən zaman fikirlərimizi etibarsız edən səhvlər və yaxud da zəif arqumentlər əsasında yanlış nəticə çıxara bilirik. Baxın, bu yanlış nəticə bizdə məntiq xətalarının baş verməsinə səbəb olur. Yəni nəticəyə gələrkən fikirlər arasında əgər yanlış əlaqə qurularsa və yaxud da zəif arqumentlər əsasında yanlış nəticə çıxarıldıqda məntiq xətaları yaranır. Hansı məntiq xətalarımız vardır? Məntiq xətalarımızdan birincisi həddən artıq ümumiləşdirmədir. Yaxşı, bəs həddən artıq ümumiləşdirmə deyəndə nə nəzərdə tutulur? Həddən artıq ümumiləşdirmə odur ki, bir-iki nümunəni bütün qrupa aid edərək düşünmədir. Yəni, məsələn, gəlin nümunələrdən başlayaq. Bir şeyi də qeyd edim ki, məntiq xətaları zamanı səhv mühakimə var və əsaslı mühakimə var. Səhv mühakimə nəticəsində təbii ki, məntiq xətaları yaranır. Əsaslı mühakimə isə təbii ki, deyilən fikrin düzgün gətirilən əsaslardır. İndi bunların fərqinə də baxaq. Həddən artıq ümumiləşdirmə ilə bağlı ilk nümunəmiz belədir. Taksi xidməti üçün Toyota Prius markalı avtomobildən istifadə edən müştəri yolda qəzaya uğrayır. Səhv mühakimə zamanı necə olacaq? Bu qəza ona görə baş verdi ki, maşının markası Priusdur. Deməli, bütün Prius maşınları təhlükəlidir. Baxın, bu artıq məntiq xətasıdır. Bir dənə Toyota Prius markalı avtomobildə baş verən səhvi mən bütün o avtomobilin hər birisinə aid etdim. Yəni, bütün Prius maşınlarını təhlükəli hesab elədim. Bu artıq həddən artıq ümumiləşdirmədir. Çünki mən bir nümunəni hamısına aid etmiş oldum. Amma bu nümunənin əsaslı mühakiməsi necə ola bilərdi? Hadisə sürücünün ehtiyatsızlığından baş verdi. Bundan sonra tətbiqdə sürücünün dəyərləndirmə səviyyəsinə baxmalıyam. Baxın, bu əsaslı mühakimədir. İlk nümunədə artıq xəta idi. Məntiq xətasına yol verdi. Səhv mühakimə apardıq. Yəni ki, bir dənə Priusun etdiyi səhvi bütün Prius maşınlarına aid etdim. Halbuki onun sürücüsünün ehtiyatsızlığından baş vermişdi bu. Bu o demək deyil ki, bütün bu markada olan avtomobillər təhlükəli sayılır. Deməli, mən bir nümunəni hamısına aid edirəmsə, bu həddən artıq ümumiləşdirmə məntiq xətasıdır. Təbii ki, onun əsaslı mühakiməsi də necə olmalıdır, onu dedik. Və yaxud da buna başqa nümunə gətirək. Tutaq ki, hər hansı bir şəxs Bolt taksi xidmətinə müraciət edir və taksi sürücüsü yol boyu yüksək səs verir musiqiyə, narahatçılıq yaradır sərnişin üçün və sərnişin fikirləşir ki, bütün Bolt sürücüləri belədir. Mən bir də bu tətbiqlə taksi çağırmayacağam deyir. Bu səhv mühakimədir və məntiq xətasıdır. Həddən artıq ümumiləşdirmə məntiq xətasıdır. Amma əsaslı mühakimə bu ola bilərdi. Yəni bu sadəcə olaraq bu sürücünün verdiyi narahatçılıqdır. Növbəti dəfə bu taksi xidmətinə müraciət edəndə sürücülərin belə deyək də səviyyəsinə və yaxud da sürücülərə diqqət yetirəcəm. Bu artıq əsaslı mühakimə ola bilərdi. Amma səhv məntiq xətasında mən artıq bir taksi sürücüsünü bütün Bolt şirkətinə ümumiləşdirdim ki, yəni bu şirkətin bütün sürücüləri pisdir. Və yaxud da sinifdə 2 qız var, onlar daim dərs boyu danışırlar. Murad da deyir ki, bütün qızlar çox danışır. Artıq Murad nə etdi? Həddən artıq ümumiləşdirmə məntiq xətasına yol verdi. Yəni, bir-iki qızın çox danışmasını bütün qızlara aid elədi. Bu artıq nədir? Həddən artıq ümumiləşdirmə. Deməli, bir-iki nümunəni mən bütün qrupa aid edirəmsə, həddən artıq ümumiləşdirmədir. Növbəti məntiq xətası özünü bənzətmədir.
Nədir özünü bənzətmə? Özünü bənzətmə odur ki, bir şeyə hörmət edilən şəxs inanırsa, deməli bu doğrudur düşüncəsi. Yəni bunu yaxşı, hörmətli, tanınan biri edirsə, deməli mən də etməliyəm düşüncəsi özünü bənzətmədir. Məsələn, məktəbimizin ən məşhur qızı voleybolla məşğul olur. Deyirəm ki, deməli mən də voleybolla məşğul olmalıyam. Bu yanlışdır. Bu məntiq xətasıdır. Yəni məktəbimizin ən yaxşı qızı voleybolla məşğul ola bilər. Bu o demək deyil ki, mən də özümü ona bənzədim, mən də voleybolla məşğul olum. Və yaxud da sinifimizdə əlaçı olan Əli şahmatla məşğuldur. Mən də şahmatla məşğul olmalıyam. Yəni sırf Əli şahmatla məşğuldur deyinə, mən də şahmatla məşğul olmalıyam deyə bir fikir yoxdur. Bu artıq özünü bənzətmə olacaq. Yəni o məşğul olur deyinə, mən də gedim şahmata yazılım, bu artıq özünü bənzətmə olacaq. Mən özümü Əliyə bənzətməyə çalışıram bu zaman. Bu artıq məntiq xətasıdır, özünü bənzətmə məntiq xətasıdır və yaxud da bəzən uşaqlarda olur, oğlan uşaqları ən sevdiyi məşhur futbolçulara özünü bənzətməyə çalışır. Məsələn, özünü Ronaldo kimi aparmağa çalışır. Ronaldonun saç düzümü necədirsə, deyir Ronaldo saçını bu cür edir, mən də bu cür etməliyəm. Və yaxud da elə mən məsələn öz oğlumdan nümunə göstərirəm ki, məsəl üçün Ronaldo qazlı içkilər içmir deyə, o da deyir ki, o qazlı içkilər içmir, mən də içməyəcəm. Bu nədir? Özünü bənzətmədir və yaxud da filan məşhur müğənni saçını bu şəkildə kəstirdi və yaxud da bu şampundan istifadə elədi, mən də o şampundan istifadə etməliyəm. Bunlar hər birisi özünü bənzətməkdir. Yəni bir şəxsin etdiyini özümüzə nümunə bilib onu etməyə çalışırıq biz də. Daha bilmirik bu bizim üçün doğrudur, yanlışdır, olarmı, olmazmı düşünmürük. Onun etdiyini etməyə çalışırıq və fikirləşirik ki, elə o eləyirsə doğrudur düşünürük və onu etməyə çalışırıq. Bu özünü bənzətmə olacaq. Bu özünü bənzətmədir. Məsələn, ola bilər ki, məşhur bir müğənni tanınmış bir şampunu işlədir. Bəlkə onun saç tipinə uyğundur, amma mən işlətsəm mənim saç tipimə uyğun olmayacaq. Düzdürmü? Bu artıq nədir? Özünü bənzətmədir. Bir şəxsin etdiyini özümüzü doğru bilməyimizdir. Məsələn, burada verilən nümunəyə əsasən əsaslı mühakiməsi necə ola bilər? Deməli, məktəbimizin ən məşhur qızı voleybolla məşğul olur. Deməli, mən də voleybolla məşğul olmalıyam deyirəmsə, bu səhv mühakimədir. Mən isə gimnastikanı sevirəm və müəllimim də gimnastika ilə məşğul olmağı tövsiyə edir. Deməli, gimnastika ilə məşğul olmalıyam. Artıq burada heç bir səhv mühakimə yoxdur. Çünki artıq özünü bənzətməyə çalışmır burada. Keçək növbəti məntiq xətası cəmiyyət tərəfindən qəbul edilmək. Cəmiyyət tərəfindən qəbul edilmək latınca populum adlanır. Yəni bir şeyi çoxluq qəbul edirsə, deməli o düzdür və ya bir şeyi çox insan xoşlayırsa, deməli o yaxşıdır düşüncəsi. Bir növ mən buna sürü psixologiyası deyirəm. Yəni çoxluq nə deyirsə onunla razılaşır. Bəzən olur ya, hamı razıdırsa mən də razıyam. Amma sənin də bir düşüncən olmalıdır, düzdür? Və yaxud da hamı alır, mən də alım. Hamı geyinir, mən də geyinim. Hamı yeyir, mən də yeyim. Yəni baxmırıq ha bunun belə deyək də düzdür, yaxud da yaxşıdır, xoşlayıram düşüncəsinə baxmır. Elə hamı nə deyirsə onu etməyə çalışır. Yəni fikirləşir ki, hamı eləyirsə demək bu yaxşı şeydir və yaxud da bu dadlıdır, bu düzgündür. Düşünür ki, bu cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətası olacaq. Dövrümüzün belə deyək də ən böyük hallarından biri də elə cəmiyyət tərəfindən qəbul edilmək. Məsələn, hamı gedir ən son çıxan, məsələn, telefon markası, məsələn deyirəm, iPhone-dur. Hamı gedir iPhone alır. Pulu olan da olmayan da fikirləşir ki, "Əşi, hamı alır, mən də gedim alım. Mənim kimlə nə işim var? Mən də gedim alım." Bu məntiq xətasıdır. O deyir, hamı öz yorğanına görə ayağını uzatmalıdır. Və yaxud da buna bənzər. Hamı bu ilin dəbi olan qırmızı rəngdə, məsələn, geyim alır. Mən də gedirəm qırmızı rəngdə geyinim alıram. Amma düşünmürəm ki, bəlkə qırmızı rəng mənim rəngim deyil. Bəlkə heç qırmızı rəng mənə yaraşmayacaq. Bunu düşünmürəm.
Ancaq düşündüyüm odur ki, çoxluq alırsa deməli bu yaxşıdır, çoxluq alırsa deməli bu düzdür. Bu düşüncədəyəm ki, bu artıq nədir? Cəmiyyət tərəfindən qəbul edilmək məntiq xətasıdır. Yəni çoxluğun fikri cəmiyyət tərəfindən qəbul edilməni biz necə ayıracağıq? Baxacağıq. Çoxluqdan bəhs edirsə, hamı edir, mən də edim düşüncəsindədirsə, o sürü psixologiyasındadırsa, deməli bu nədir? Cəmiyyət tərəfindən qəbul edilməlidir. Yəni bəlkə mənə qırmızı rəng yaraşmır, ona görə də mən dəbli, amma başqa yaraşan rəngdə paltar geyinə bilərəm. Bu daha əsaslı mühakimə olacaq. Bu isə cəmiyyət tərəfindən qəbul edilməyidir. Keçək növbəti məntiq xətasına, şəxsi qərəzlilik. Şəxsi qərəzlilik nədir? Latınca adı hominem deməkdir. Fikrə deyil, fikri səsləndirən şəxsə əsaslanıb mühakimə yürütmək düşüncəsidir. Şəxsi qərəzlikdə qərəzli bir münasibət var. Yəni, qarşımdakı şəxsi sevmirəmsə, onun fikri də mənim üçün önəmsiz olacaq və sevməyəcəm onun fikrini. Amma düşünməyəcəm ki, bəlkə onun dediyi fikir doğrudur, haqlıdır, düzdür. Bunu düşünməyəcəm. Sadəcə olaraq fikrimdə var ki, mən bunu bəyənmirəm, xoşum gəlmir. Deməli, onun dediyi fikirlər də mənim üçün pisdir, doğru deyil düşüncəsində oluram. Baxın, bu şəxsi qərəzlilikdir. O deyirik ön yargılı olmaq. Yəni ön yargılı olmamalıyıq. Biz deyən şəxsin özünə görə yox, onun fikirlərinə görə fikir bildirməliyik. Məsələn, Aydan deyir ki, sahibsiz heyvanları sığınacağa götürməliyik. Aydan belə bir fikir irəli sürübdür. Mən isə deyirəm ki, Aydan çox qəribə qızdır, gülməli paltarlar geyinir və bizdən ayrı gəzir. Ona görə də yəqin ki, dediyi səhvdir. İndi mənim Aydandan xoşum gəlmir deyənə, Aydanı bəyənmirəm deyə, Aydanın dediyi fikir çox gözəl fikir olsa da, onun fikrini də səhv bilirəm və bəyənmirəm, qəbul eləmirəm. Bu, şəxsi qərəzlilik, məntiq xətasıdır və səhv mühakimədir. Aydan pis ola bilər, mən onu bəyənməyə bilərəm, onun geyimi xoş olmaya bilər. Amma Aydanın fikri gözəl bir fikirdirsə, mən onu qəbul edirəmsə, bu artıq əsaslı mühakimə olacaq. Məsələn, Aydan dostum deyil, amma həqiqətən onun dediyi fikir doğrudur, heyvanlara kömək etməliyik. Bu, şəxsi qərəzlilikdə əsaslı mühakimədir. Yəni, mən artıq ona qərəzli bir münasibət göstərmirəm, onun dediyi fikrə münasibət bildirirəm. Bu, şəxsi qərəzlilikdir. Yəni, yenə də qeyd edirəm, fikrə deyil, fikri səsləndirən şəxsə qarşı olan münasibətin və yürütdüyü mühakimədir. Şəxsi qərəzlilik. Məsəl üçün, Lalə deyir ki, bayramda yaşlılar evinə gedək və yaxud da uşaq qadın sığınacağına gedək, əyləncəli bir gün keçirək, onlara hədiyyə alaq. Bunu Lalə deyir. Amma mən deyirəm ki, Lalə çox özündən razı qızdır, paxıl qızdır. Mən onu sevmirəm. Onun dediyi fikirlər də elə mənasızdır. Mən artıq Lalənin dediyi, irəli sürdüyü fikir çox doğru bir düşüncədir. Amma mən onun sevmədiyim üçün onun fikrini də səhv bilirəm. Bu artıq şəxsi qərəzlilik olacaq. Növbəti məntiq xətası boş adam məntiq xətasıdır. Nədir boş adam məntiq xətası? Boş adam məntiq xətası odur ki, deyilən əsas arqumenti kənara qoyaraq məsələni bilə-bilə fərqli istiqamətə yönəltmək deməkdir. Yəni, deyilən fikir ayrıdır, mən onu qoyuram kənara, fərqli istiqamətdə fikirlər yönəldirəm. Bir növ həm də buna qarşı tərəfi boşluq çıxartmaq da deyə bilərik. İndi nümunəyə əsasən bunu deyə bilərik. Məsələn, deyir ki, şəhərdəki ekoloji problemləri həll etməyin yollarından biri velosipeddən istifadə etməkdir. Demək istəyirsiniz ki, şəhərdə ekologiyanın vəziyyəti pisdir? Baxın, bu boş adam məntiq xətasıdır. Əvvəla dediyim fikrə sualla cavab verir. Demək istəyirsiniz ki, bu belədir, deyir. Amma o fikri deyəndə mənim dediyim əsas fikir kənarda qalır. Yəni, mən elə bir söz demədim axı. Mən sadəcə olaraq dedim ki, ekoloji problemi həll etməyin yolu velosipeddən istifadədir. Yəni, burada mən başqa bir fikir irəli sürmədim. Amma o məni bir növ belə deyək də səhv çıxartmağa çalışır ki, yəni sən demək istəyirsən ki, şəhərdə ekologiyanın vəziyyəti pisdir və yaxud da bu şəkildə deyilən əsas fikir qalır kənarda ki, biz velosipeddən istifadə eləyək, ekologiya düzəlsən, qalır kənarda o öz fikrini deyir
ki, yəni demək istəyirsən ki, ekologiyanın vəziyyəti pisdir. Bax bu nədir? Boş adam məntiq xətası. Məsələn, mən deyirəm ki, axşamlar 6-dan sonra yemək yemək ziyandır. Kökəlir insanlar, yəni kilo çəki artır. Və o deyir ki, demək istəyirsən ki, mən kökəm. Boş adam məntiq xətasıdır. Yəni mən sənə kök demədim ki. Mən dedim ki, 6-dan sonra yemək yemək ziyandır. Yağlanma baş verir, kökəlməyə yönəldir. Amma demədim sən köksən. Yəni başa düşürsüz, demək istəyirəm ki, boş adam məntiq xətası mənim dediyim fikri qoyur kənara, fikri başqa fikrə yönəltməyə çalışır. Bax bu nədir? Fərqli istiqamətə yönəltməyə çalışır. Bu boş adam xətasıdır. Məsələn, bunun əsaslı mühakiməsi nümunədə olan fikrin əsaslı nümunəsi belə ola bilərdi ki, demək velosipeddən istifadə üçün xüsusi yolla çəkmək lazımdır. Baxın, bu əsaslı mühakimə ola bilərdi. Və yaxud da kökəlməklə bağlı dediyim nümunə deyə bilərdi əsaslı mühakimə olaraq ki, demək axşam saat 6-dan sonra yemək lazım deyil. Daha sağlam qidalanmaq lazımdır. Bu olardı nə? Əsaslı mühakimə. Deməli, bu nə oldu? Boş adam məntiq xətası deyilən əsas fikri kənara qoyaraq məsələni bilə-bilə fərqli istiqamətə yönəltmək. Növbəti məntiq xətası çox mənalı danışmaq. Çox mənalı danışmaq məntiq xətası odur ki, qarşı tərəfin fikrini yayındırmaq və sözü fərqli istiqamətlərə çevirə bilməkdir. Söz oyunu oynamaq. İndi biraz boş adama bənzəyir, amma boş adamdan fərqləri var. Çox mənalı danışmaqda bir növ özünü haqlı çıxartmağa çalışmaq var. Yəni sanki qarşı tərəfə özümü inandırmağa, haqlı çıxartmağa çalışıram. Məsələn, deyir ki, sənə verilən tapşırığı düzgün yerinə yetirməmisən. Deyilmişdi ki, bu məsələni öz aranızda danışmayın, hər kəsə ayrılıqda araşdırma aparsın. Biz öz aramızda danışmamışıq, sadəcə bir neçə şəkil və mesaj göndərmişik. Bu nədir? Bu çox mənalı danışdırmaqdır. Yəni söz oyunu oynayır. Bir növ sözü fırlatmağa çalışır, Loro dildə desək. Bu nədir? Çox mənalı danışmaqdır. Yəni bir növ qarşı tərəfə özünü inandırmağa çalışır ki, biz öz aramızda danışmırdıq, sadəcə olaraq bir neçə şəkillə baxırdıq və yaxud da şəkil və ya mesaj göndərirdik. Bu artıq çox mənalı danışmaq məntiq xətasıdır. Və yaxud da bu daha çox müəllimlərin başına gələn bir əslində qarşılaşdığı bir situasiyalardır. Dərs zamanı daha çox uşaqlar elə çox mənalı danışmaq məntiq xətasına yol verirlər. Məsələn, dərs zamanı uşaq sinifdə gəzir, müəllim deyir ki, cəzalısan, keç bunu elə. Mən demişdim ki, dərs zamanı sinifdə gəzmək olmaz. Uşaqsa qayıda deyir ki, ay müəllim, sinifdə gəzmirdim ki, kitabı verirdim Laləyə. Bu artıq nədir? Söz oyunu oynayır. Yəni artıq fikri yayındırmağa çalışır, söhbəti o necə deyərlər, fırlatmağa çalışır, özünü haqlı çıxarmağa, qarşı tərəfə özünü inandırmağa çalışır ki, yəni mən gəzmirəm də, kitabı aparıb verirdim sahibinə. Bax, bu nədir? Çox mənalı danışmaqdır. Deməli, boş adamda bir növ qarşı tərəfi boşluq çıxardır və əsas fikri qoyaraq başqa fikrə yönəldir. Bu, çox mənalı boş adam məntiq xətasıdır və daha çox sual şəklində deyirik ki, yəni demək istərsən ki, bu belədir. Bu artıq nədir? Boş adam məntiq xətasıdır. Bir növ mənim dediyim fikrə qarşı boş-boş fikir və yaxud da boş suallar verir. Amma çox mənalı danışmaqda artıq söz oyunu oynayır. Yəni özünü haqlı çıxartmağa çalışır, özünü inandırmağa çalışır ki, yəni mən bunu belə eləmirdim, belə etmək istəyirdim. Bu çox mənalı danışmaqdır. Və sonuncu məntiq xətamız sirkulyar arqumentdir. Sirkulyarlıq bir növ. Nədir bu? Deyir, əvvəlcədən deyilmiş fikrə sadəcə dəyişərək istinad edir. Nümunəyə baxaq. Deyir, siqaret çəkmək məsləhət görülmür, çünki sağlamlığa ziyandır. Məntiq səhv mühakimə necədir? Mən siqaret çəkmirəm, çünki sağlamlığa ziyandır. İndi deyilən fikir zaten buydu. Fikir nə idi? Deyirdi ki, siqaret çəkmək məsləhət görülmür, çünki sağlamlığa ziyandır. Mən zaten bunu bu cür demişəm. Qarşı tərəfdə eyni şeyi təkrarlayır. Mən siqaret çəkmirəm, çünki sağlamlığa ziyandır. Yəni fikir dəyişmir də, fikir eyni qalır. Sadəcə olaraq dəyişən
əvvəlcədən deyilmiş fikrə istinad fərqli şəkildə deməyimizdir. Yəni cümlənin sözlərini dəyişməyimiz kimi. Məsələn, ilk cümlə necə idi? Məsləhət görünmür, çünki sağlamlığa ziyandır. Artıq mən burada məsləhət görünmür demirəm, amma fikir eynidir də. Yəni siqaret sağlamlığa ziyandır. Ona görə də çəkmirəm. Bu artıq nədir? Səhv mühakimədir və sirkulyar arqumentdir. Yenə də deyirəm, sirkulyar arqumentdə fikir dəyişirmi? Sadəcə olaraq fərqli şəkildə yenə də eyni belə deyək də fikir səsləndirmiş oluram. Məsələn, deyirəm ki, çoxlu şokolad yemək dişlərimizin vaxtından əvvəl çürüməsinə səbəb olur. Deyirəm ki, mən çoxlu şokolad yemirəm, çünki dişlərim vaxtından əvvəl çürüyür. Zaten mən bunu belə demişdim. Sən də eyni fikir təkrarlamış olduq. Bu sirkulyarlıqdır. Sirkulyar arqumentdə səhv mühakimədir bu. Əsaslı mühakimə necə ola bilərdi? Məsələn, mən siqaret çəkmərəm, çünki həyatımı sağlam yaşamaq istəyirəm. Bu artıq əsaslandırma gətirir fikrə. Əsaslı bir fikir, əsaslı bir mühakimə yürüdür ki, bu artıq əsaslı mühakimə hesab olunur və yaxud da mən şokolad yemirəm, çünki sağlam qidalanmağa çalışıram. Bax, bu artıq olacaq nə? Yenə də doğru əsaslı mühakimə. Səhv mühakimə isə yenə də deyirəm. Yəni mən fikir olaraq dəyişmir, nəticə etibarilə eyni fikri söyləyirik. Sadəcə olaraq müəyyən cümləni dəyişib deyir mənə. Yəni mən şokolad yemirəm, çünki sağlamlığa ziyandır. Və yaxud da deyirəm, siqaret çəkmək sağlamlığa ziyandır. Mən də elə deyirəm ki, mən siqaret çəkmirəm, sağlamlığıma ziyandır. Yəni fikir dəyişmir, fikir olduğu kimi qalır. Bu isə sirkulyar arqumentdir. Deməli, bunlar bizim məntiq xətalarımız oldu. 7 dənə məntiq xətamız var. Yadda yenə də deyirəm, saxlayın, özünü bənzətmədə bir şəxsin etdiyini etməyimizdir. Bir şəxs edirsə onu doğru bilməyimizdir. Amma cəmiyyət tərəfindən qəbul edilməkdə çoxluq var. Hamı edir, mən də edirəm düşüncəsidir. Baxın, bunların fərqlərini bilək. Boş adam, yenə də deyirəm, boş adam da sanki qarşı tərəfi boşluq çıxartmağa çalışır və boş-boş suallar verir. Fikir qalır kənarda. Amma çox mənalı danışmaqda söz oyunu oynayır, sanki özünü haqlı çıxartmağa çalışır. Bu isə çox mənalı danışmaqdır. Bugünkü mövzumuz bu qədər müəllimlər. Növbəti mövzuda görüşərik. Hələlik.